Salam, hər vaxtınız xeyir dəyərli izləyicilər. Xoş gördük əziz Azərbaycan dil ədəbiyyat həvəskarları. Mən Azərbaycan dil ədəbiyyat müəllimi Qabil Əsgərov, Azərbaycan dil ədəbiyyat mərkəzində bu fənləri tədris edirəm. Bu günlərdə Dövlət İmtahan Mərkəzinin dərs proqramında olan bəzi mövzuların izahını verməyə çalışacağam. Ümid edirəm ki, bizim bu izahların hər bir kəs müəyyən qədər də olsa faydasını görmüş olacaq. Bugünkü izahım feilin təsniflənməyən formaları haqqında olacaq. Biz əvvəlki dərslərimizdə feil haqqında ümumi məlumat, feilin xarakteri xüsusiyyətləri, feilin leksik mənaca növləri, feilin quruş növləri, feilin qrammatik məna növləri, təsniflənən formalarından feilin sadə şəkilləri, mürəkkəb şəkilləri, imiş isə haqqında kifayət qədər məlumat vermişik. Bugünkü izahım feilin təsniflənməyən formalarından məsəl haqqında olacaq. Ümumiyyətlə, feilin təsniflənməyən forması, nəyə görə biz bunu şərt olaraq bu şəkildə qruplaşdıracağıq? Feillər şəxsə, kəmiyyətə, bəzən də zamana görə dəyişib dəyişməməsi baxımına görə biz bu feilləri bu şəkildə qruplaşdırırıq. Demək, şəxsə, kəmiyyətə, bəzən də zamana görə dəyişən feillər təsniflənən feillər, şəxsə, kəmiyyətə, bəzən də zamana görə dəyişə bilməyən feillər təsniflənməyən feillərdir. Təsniflənənlə təsniflənməyən ikinci əsas fərqi ondan ibarətdir ki, təsniflənməyən feillər feillə yanaşı ikinci bir nitq hissəsinin xüsusiyyətini daşıyan feillərdir. Ümumiyyətlə, biz təsniflənənlə təsniflənməyəni bir-birinə necə ayırd edə biləcəyik? Məsdər, feili, sifət, feili bağlama. Bu üç qrupa aid olan feillər təsniflənməyən feillərdir. Bu üç qrupa aid olan feillərdən başqa yerdə qalan bütün digər feillər təsniflənən feillərə aid olacaq. Təsniflənməyən feillərdən biz dedik məsdər, feili, sifət, bir də feili bağlama dedik. Təsniflənməyən feillər feillə yanaşı ikinci bir nitq hissəsinin xüsusiyyətini daşıyır. Təsniflənməyən formalardan məsdər bir feilin bir ismi xüsusiyyətini daşıyır. Feili sifət bir feilin bir də sifətin xüsusiyyətini daşıyacaq. Feili bağlama bir feilin digər də zərfin xüsusiyyətini daşımış olacaq. Demək, təsniflənən forma ilə təsniflənməyən formanın fərqi nədir deyəndə, təsniflənən formalar şəxsə, kəmiyyətə, bəzən də zamana görə dəyişən feillərdir. Təsniflənməyən feillər şəxsə, kəmiyyətə, zamana görə dəyişmir. Bu, bunun birinci fərqi. İkinci fərq ondan ibarətdir ki, təsniflənməyən feillər feillə yanaşı ikinci bir nitq hissəsinin xüsusiyyətini daşıyır. Burada məsdər həm feilin, həm ismin xüsusiyyətini daşıyır. Feili sifət həm feilin, həm sifətin xüsusiyyətini daşıyır. Feili bağlama həm feilin, həm də zərfin xüsusiyyətini daşıyır. Təsniflənməyən feillərdə feildən başqa ikinci nitq hissəsi hansıdır? Tutaq ki, məsdərdə feildən başqa ikinci nitq hissəmiz isimdir. İsim adətən cümlə üzrə görə mübtədə tamamlıq xəbər olursa, məsdər də mübtədə tamamlıq xəbər olur. Feili sifətdə feildən başqa ikinci nitq hissəmiz nədir? Sifətdir. Sifət cümlə üzrə görə təyin olur. Şəxs xəbəri şəkilsiz qəbul edən xəbər olur. Feili sifətdə eyni qayda. Feili sifətdə təyin olur. Şəxs xəbəri şəkilsiz qəbul edərək xəbər olur. Sifət isimləşəndə ismin xüsusiyyətini daşıya bilir. Feili sifətdə eyni qaydadır. Bu da isimləşəndə ismin xüsusiyyətini daşımış olur. Feili bağlamada feildən başqa ikinci nitq hissəmiz nədir? Zərfdir. Zərf cümlə üzrə görə zərfli olur adətən. Feili bağlamada burada cümlə üzrə görə deyəcəyik zərfli olacaq. Demək, feilin təsniflənməyən formasında feildən başqa ikinci nitq hissələr hansı xüsusiyyəti daşıyırsa, məhz təsniflənməyən formalarda o xüsusiyyəti daşımış olacaq. Bu günləri keçəcəyimiz, təkrar edəcəyimiz hissə təsniflənməyən formalarda məsdər haqqında olacaq. Məsdər sadə düzəltmə feillər, üstə gəlirik maqmək şəkilçisi, bəzən də maqmək şəkilçisi ola bilir. Yəni, bu məsdər əmələ gətirir. Məsdər feilləri ümumiyyətlə lüğətlərdə başlanğıc forma olaraq feillər məsdər şəklində verilir. Məsdər feilin təsniflənməyən formasıdır. İki dənə nitq hissəsinin xüsusiyyətini daşıyır. Bir, məsdər tutaq ki, biz deyirik ki, oxumaq. Bu məsdər bir təsniflənən feillər, tutaq ki, oxu feilini götürürük.
Bir dənə də isim götürürük, kitab sözü və yaxud da ata sözü, ana sözü. Demək, bu məslərin, yəni təsriflənməyən formanın təsriflənən feillə oxşar xüsusiyyəti var. Yenə deyirəm, təsriflənən feillər hansılardır? Feil haqqında ümumi məlumat biz keçdik, əvvəlki dərslərdə kifayət qədər məlumat vermişik. Feil haqqında ümumi məlumatlar idi, imiş, hissə də daxil olmaqla. Ora qədər olan hissə təsriflənən feillər. Və yaxud da məsdər feili, sifət feili bağlama təsriflənmir. Bunlardan başqa yerdə qalan digər bütün feillər təsriflənən feillər. Təsriflənməyən olan məsdərin təsriflənən feillər bir də isimlə oxşar xüsusiyyətləri olacaq. Birinci ilk növbədə məsdərin təsriflənən feillər oxşar xüsusiyyətlərini deyəcəyik. Yəni, təsriflənməyən formadan, yenə deyirəm, məsdərin təsriflənən feillə oxşar xüsusiyyətlərini deyəcəyik. Məsdərin təsriflənən feillə oxşar xüsusiyyətləri odur ki, hər ikisi leksik mənaya malik olur. Yəni, feilin leksik mənası nədir? İş bildirir, hərəkətdir, hal vəziyyətdir, təfəkkürdür, nitqdir. Hər ikisi leksik mənaya malik olur. Hər ikisi istəyir təsriflənməyən forma məsdər, istəyirsə təsriflənən feil, hər ikisi qrammatik mənaya malik olacaqlar. Yəni, qayıdış növ, məhsul növ, icbar növ, şəxsiz növ, yəni qrammatik məna növlərinə malik olurlar. Məsdər istəyirsə də təsriflənən feil, hər ikisi təsdiq və inkarda olur, hər ikisi təsirli və təsirsiz olur, hər ikisi ətrafına söz toplayır. Bu, məsdərin təsriflənən feillə ortaq xüsusiyyətidir. Məsdərin isimlə ortaq xüsusiyyətləri hansılardır? Yəni, təsriflənməyən formadan olan məsdərin isimlə ortaq xüsusiyyətləri hansılar olacaq? Məsdər də isim kimi hallanır, yəni oxumağın, oxumağa, oxumağı. Məsdər də isim kimi mənsubiyyətə görə dəyişir, mənim oxumağım, sənin oxumağın, onun oxumağı. Məsdər də cümlə özünə görə mübtəda tamamlıq olur. Məsdər də isim kimi şəxs xəbəri şəkilçi qəbul edərək xəbər olur. Adətən üçüncü şəxsin şəxs olduğunu dırı qəbul edərək cümlə özünə görə xəbər olur. Bir də məsdər də isim kimi qoşmalarla işlənə bilir. İsimdə olan, məsdərdə olmayan xüsusiyyətlər hansılardır? Məsdər cəmlənə bilmir, amma istisna hallarda tərkib kimi olursa, tutaq ki, üçüncü növ təyinli söz birləşməsinin ikinci tərəfi məsdərlə ifadə olunursa, bu halda məsdər cəmlənə bilir. Tutaq ki, onların oxumaqları mənim xoşuma gəlmir. Tutaq ki, dedik ki, onların oxumaqları mənim xoşuma gəlmir. Bu halda üçüncü növ təyinli söz birləşməsinin ikinci tərəfi məsdərlə ifadə olunursa, bu halda məsdər cəmlənə bilir. Bir də qeyd edeyim, məsdər feilin təsriflənməyən formasıdır. Təsriflənməyən formanın təsriflənən feillə oxşar xüsusiyyətləri hansılardır? Hər ikisi leksik mənaya malik olur, hər ikisi qrammatik mənaya malik olur, hər ikisi təsdiq, inkar, təsirli, təsirsiz olur, ətrafına söz toplayır. Məsdərin isimlə ortaq xüsusiyyətləri isim kimi hallanır, isim kimi mənsubiyyətə görə dəyişir, isim kimi mübtəda tamamlıq olur, şəxs xəbəri şəkilçi qəbul edir, xəbər olur, isim kimi qoşmalarla işlənir. Bir də məsdər ətrafına topladığı sözlərlə bir yerdə tərkib əmələ gətirir. Tutaq ki, gündəlik dərslərini yaxşı oxumaq filankəsin ən böyük arzusudur. Nə? Gündəlik dərslərini yaxşı oxumaq. Ətrafına topladığı sözlərlə bir yerdə tərkib əmələ gətirir. Demək, isimdə olan, məsdərdə olmayan xüsusiyyətlər nədir? Məsdər cəmlənə bilmir. İstisna hallarda üçüncü növ təyinli söz birləşməsinin ikinci tərəfi məsdərlə ifadə olunursa, bu halda məsdər cəmlənə bilir. Başqa hallarda məsdər cəmlənə bilmir. Daha sonra məsdər konkret mücərrət olmur, ümumi xüsusi olmur. Və salam, buradan məsdərlə bağlı dediklərimiz bu qədər bəs olar. Bir də məsdər maqmək şəkilçisi, yenə qeyd edək, sadə düzəltmə feilləri üstə gəlir maqmək şəkilçisi bu məsdər əmələ gətirir. Amma istisna hallarda məsdər mənsubiyyət şəkilçisi ilə işlənərsə, maqmək şəkilçisində burada qız samitindən istifadə olunur. Tutaq ki, onların oxuması mənim xoşuma gəlmir. Yəni, bu halda istisna hallar olur ki, maqmək məsdər şəkilçisində mamə şəklində də deyə bilərik.
Bu qədər feili təsriflənməyən formasından məsələ haqqında mənə elə gəlir ki, kifayət qədər